Yolda maşınla bir neçə manevr hərəkətlər etmisiniz, ötmə əməliyyatları aparmısınız və yol patrul xidməti əməkdaşı saxlayıb deyir ki, siz avtoxuliqanlıq etmisiniz, maşınınız cərimə meydançasına aparılmalıdır. Bu halda özünüzü necə müdafiə etməlisiniz? Ümumiyyətlə, avtoxuliqanlıq yalnız qayda pozuntusu deyil. Bu cəmiyyətə açıq hörmətsizlikdə ifadə olunmalıdır. Eyni zamanda qərəzli olmalıdır. Misal üçün, sürət açıq, aşkar sürət yarışları həyata keçirmək, sürət yarışlarında iştirak etmək, təkərləri asfalta sürtüb səs-küy salmaq, iz buraxmaq, maşını təhlükəli şou formasında idarə etmək, təkərləri qaldırmaq. Bax, bunlar avtoxuliqanlıqdır. Əgər siz bunu etməmisinizsə, məsuliyyətə cəlb edilə bilməzsiniz. Bölməyə dəvət olunacaqsınız. Bölmədə sizə təklif oluna bilər ki, izahat yazın ki, bir də bu hərəkəti etməyəcəm. Təbii ki, bu izahatı bu formada yazmamalısınız. Siz əgər bu formada izahat yazsaz, özünüz məhkəməyə bu işin çıxarılması üçün sübut vermiş olacaqsınız. Həqiqəti yazın. Deyin ki, mən avtoxuliqanlıq etməmişəm, mən əgər hansısa bir qayda pozuntusu törətmişəmsə, buna görə də məsuliyyətə cəlb olunmağa hazıram. Biləsiniz ki, zolaqlar arasında hərəkət etmək, kəskin dönmək, manevrlar etmək bu avtoxuliqanlıq deyil. Bu ən yaxşı halda inzibati qayda pozuntusudur. Yəni inzibati qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Bir sözlə hüquqlarınızı bilin, özünüzü müdafiə edin.